Qanun layihəsinin ilk oxunuşdan keçməsi zamanı Knessetdə paxlava paylanılmışdı. Qanunun təsdiqlənməsi isə daha böyük coşğu ilə qeyd edilib. Söhbət İsrail hökumətinin irəli sürdüyü cinayət qanunu, terrorçular üçün edam cəzası adlı qanunun parlamentdə qəbul edilməsindən gedir. Səsvermə zamanı Knessetin 120 deputatından 62-si sənədin lehinə, 48-i isə əleyhinə səs verib. Qalan deputatlar ya bitərəf qalıb, ya da səsvermədə iştirak etməyiblər. Layihəyə baş nazir Benyamin Netanyahunun partiyasından olan bəzi deputatlar da dəstək veriblər. İsrailin Milli Təhlükəsizlik naziri Itamar Ben-Gvir isə edam cəzasının bərpası ideyasının ən fəal tərəfdarlarından biri kimi çıxış edib. מהיום ידע כל מחבל וידע העולם כולו מי שנוטל חיים מדינת ישראל תיטול את חייו. הצדק הזה צריך להיראות ולהיעשות וממחר בבוקר בעזרת השם יתברך הוא יעשה. Ben-Gvir bu mövzunu popülist siyasi kampaniyaya çevirərək müzakirələr zamanı yaxasında qızılı ilmə, dar ağacını simvolizə edən nişan daşıyıb. Bununla da Netanyahunun məşhur məhbusları evə gətirin nişanı edam ipini gətirin nişanına dəyişdirilib. Yeni qanuna görə terror fəaliyyətində ittiham edilən məhbus yəhudidirsə, bu qanun ona şamil edilməyəcək. Əgər terror törədən məhbus Fələstinlidirsə, apellyasiya olunmayacaq və qərar 3 ay ərzində icra ediləcək. Qanun 2 fərqli məhkəmə sisteminə şamil olunur. Birinci sistem İsrail daxilində fəaliyyət göstərən mülki məhkəmələrdir. İkinci sistem isə Yordan çayının qərb sahilində fəaliyyət göstərən və hərbi administrasiyaya tabe olan hərbi məhkəmələrdir. Qanuna əsasən artıq qərarın qəbul edilməsi üçün bütün hakimlərin yekdil razılığı tələb olunmur. Sadə səs çoxluğu kifayət edir və apellyasiya imkanları da xeyli məhdudlaşdırılıb. Layihəyə əsasən işğal altındakı qərb sahilində terror cinayətinə görə hərbi məhkəmədə təqsirli bilinən Fələstinlilər üçün əsas cəza edam olacaq. Yalnız məhkəmə xüsusi səbəblər müəyyən etdiyi halda bu cəza ömürlük həbslə əvəz edilə bilər. İsrail dövlətinin yaradılmasından bəri edam cəzası yalnız 2 dəfə icra olunub. 1948-ci ildə baş verən ilk hadisə zamanı İsrail ordusunun zabiti Meir Tobyanski casusluqda ittiham olunaraq xəyanətə görə edam edilib. 1954-cü ildə adi cinayətlər və sülh dövrü üçün edam cəzası ləğv edilib. 2023-cü il oktyabrın 7-sində isə Hamasın hücumlarından sonra İsraildə edam cəzasının yenidən tətbiqi ilə bağlı siyasi təşəbbüslər artıb. Yeni qanun 2023-cü ilin 7 oktyabr hücumlarında iştirak etdiyi iddia edilən şəxslərə avtomatik tətbiq edilməyəcək. Bununla belə Knessetdə ayrıca bir qanun layihəsi də müzakirəyə çıxarıla bilər. Tribunallar haqqında qanun adlandırılan həmin layihə 7 oktyabr hücumlarında iştirak etməkdə ittiham olunan şəxslər üçün xüsusi hərbi tribunalın yaradılmasını və onların edam cəzası ilə mühakimə edilməsini nəzərdə tutur. Qanuna qarşı çıxanların fikrincə bu təşəbbüs etik baxımdan problemli olmaqla yanaşı konstitusiyaya da ziddir və İsraillərlə Fələstinlilər arasında ayrı seçkilik yaradır. Heç təsadüfi deyil ki, sosial şəbəkədəki əsas etirazlar da bu istiqamətdədir. Holokostu və faşistlərin yəhudilərə qarşı qanunlar çıxardığını, soyqırım etdiyini və digər ölkələri işğal etdiyini öyrəndiyimi xatırlayıram. İndi İsrailə baxın, 21-ci əsrin faşist Almaniyası. Onlara faşistlərin necə davrandıqlarını anlatdıqları şəkildə davranmaları inanılmaz dərəcədə bənzəyir. Bu, faşist Almaniyasının edə biləcəyi bir şeyə bənzəyir. Tarix təkrar olunur. Əgər Həmas İsrail əsirlərinə eyni şəkildə davranıb onları edam etmək istəsəydi, dünyanın reaksiyası tamamilə fərqli olardı. Ədalətin müdafiə iddiası ilə edam qanunlarını dəstəkləmək açıq ikili standartları göstərir. Fikirləri X platformasında ən çox bəyənilən statuslara çevrilib. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası, eləcə də Avropa İttifaqı qanun layihəsinin qəbulunu dərin narahatlıq doğuran addım kimi qiymətləndirib və bəyan ediblər ki, təşkilatlar bütün hallarda edam cəzasına qarşıdır. Məhkəmənin qərarı Almaniya, Fransa, İtaliya və Böyük Britaniyada tənqid olunub və bunun açıq-aşkar ayrı seçkiliyi olduğu bildirilib.
Amma etirazlara baxmayaraq bəzi tənqidçilər hesab edirlər ki, bu təşəbbüs qismən də İsraildə bu ilin sonunda keçirilməsi gözlənilən seçkilərlə bağlıdır. İsrail parlamentinin müxalif deputatı Gilad Karif də bildirib ki, hökumət və hakim koalisiya İtamar Ben-Gvirin ucuz, qeyri-etik və təhlükəsizlik baxımından məntiqsiz seçki kampaniyasına tabe olub. Hazırki şəraitdə teorik baxımdan yeni qanun hələ də İsrail Ali Məhkəməsi tərəfindən dəyişdirilə və ya tamamilə ləğv edilə bilər. Amma seçki ssenarisi fonunda bu ehtimal bir qədər zəif görünür.